Əyləş. Bax, mən onu dedim də, çətindir. Və bu mən indi deyirlər ki, gözəllik salonunda işləmişsəm də. Mən 3 ay bundan öncəyə qədər dırnaq ustasıydım. Buradan bütün müştərilərimi salamlayıram, hər birin. Onu da deyim ki, bu dəqiqə sizin efirinizi izləyən mənim çoxlu müştərilərim, məni tanıyan, sevən insanlar var ki, həqiqətən də bu dəqiqə izləyirlər. Deyirsən ki, yəni daha gəlməyin, mən oxuyuram da, yəni. Zaten bilirlər, sağ olsunlar, hər birindən də çox gözəl sözlər, fikirlər alıram. Mən Təşəkkür sizə edirəm. bir dənə söz deyim, bu əgər doğrudan da elə bir, yəni gözəllik salonunda işləyib, yəni o istedadı varsa, bu təbii ki, Mən həm də keçmiş dərziyəm. Mənim tam bütün başqa dərzi olub. Bəli, mənim incə sənətlə, qabiliyyətlə bağlı 90% sahələrdə qabiliyyətim də, Axırda bildi ki, bacarığım da var. müğənni olmaq hamısından yaxşıdır. Elnur Novruzov, bilirsən kimlə işləmək lazımdır, ha? Başa düşdüm indi. Ümumiyyətlə, çox utandım. Biz qadına görə utanmadım. Mən qətiyyən bu qadına görə utanmadım. Deyir ki, utanmasan oynamağa nə var ki? İndi kimsə buna deyib ki, oxumağı bacarırsan, pul da verib, deyib get çıx efirlərə. Efirlərdə də paket var da, paket 2000'dir, 3000'dir, 4000'dir, 5000'dir. Təbii ki, TV-lər bunu reklam eləmir. Sosial şəbəkə bunu kifayət qədər o pullarla reklam edir də. Pulu TV alır, bunları reklam edən biz oluruq. Bir də ki, bunu yenə də deyirəm. Zabit Nəbizadə, mən bu qadının yerinə utanmadım. Sənin yerinə utandım. Mən Mənzurə Musayevanın yerinə utandım. Aparıcıdan danışmıram. Aparıcıdan danışmıram. Geç tez o da yerini tapacaq. Mən Zabit Nəbizadə, sənə görə utandım. Sən mənim dostumsan, mən səni çox istəyirəm. Sən sıradan birisi deyilsən, Azərbaycan Respublikamızın fəxri adlarını, adını daşıyırsan. Sən studiyanı tərk etməliydin, həmən. Sənin qarşında görürsən də, belə odlu alovlu oxuyur, belə sizə belə yeri üzdə oturmağa çalışdırır sizləri. Hərsin ki, yəni mən varam, mən varam. Zabit Nəbizadə, studiyanı niyə tərk etmədiniz? Niyə tərk etmədiniz? Mənzurə Musayeva, sizdən heç danışmıram. Siz heç də, siz heç. Siz beləsiz, beləsiz. Qoy deyim sizə. Gəh tərifləyirsiniz, ümumiyyətlə, ola bilər, gələcəkdə ona sənət yoldaşı, dostu ola bilərsiniz. Bəlkə də dırnaqlarınızı maniküra, pediküra yanına gedə bilərsiniz. Amma bu efirdə insanlar baxır. Mən Zabit Nəbizadənin yerinə utandım. Düzdür, Elgiz demiş ki, matı, qutu qurumuşdu. Ona görə qurumuşdu ki, böyük sənətkarın qarşısında bu adam gəlib əlinə mikrofon alıb canlı oxuyur. Hörmətli bəzi kişilər, ailəlisiz, ailəniz var, uşağınız var. O pulu elə yerə xərcləyin ki, o halal olsun. Halal olmayan adamlara pul xərcləməyin. O pul heç vaxt halal olmayacaq. Üzümü qadın, ailə, qadın, uşaq komitəsinə tuturam. Nə vaxt reaksiya verəcəksiniz, nə vaxt dinəcəksiniz, nə vaxt bu qadınlara, bu qızlara, əxlaqsızlara, üzr istəyirəm ifadəmə görə, dünyaya bir uşaq gətirənlərə ailələri dağıdırlar. Bilirsiniz nə qədər ailələr, qadınlar ağlaya-ağlaya qalıb? Bir dəfə çıxın da, səsinizi çıxardın da, efirlərə münasibət bildirin ki, bu əxlaqsızları, başqalarından uşaq doğan, bic doğan, bu arvadları, bu müğənniləri yığışdırın və son deyin.